إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا وسيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له نشهد أن لا إله إلا الله وحده لا شريك له ونشهد أن محمدا عبده ورسوله صلى الله عليه وعلى آله وأصحابه وسلم تسlimen kesiren ila yevmiddin amma ba'd. Aziz Müslümanlar, narkomanya şeytanın zəncirlərindən en mundar bir zəncirdir. Gəncliyin düşməni ailələrin isə faciəsidir. Bilin ki, narkotik insanı bir dəfə deyil, daima zərərləyir. Daima zəhərləyir və onu məhv edir. Bədəni yox, insanın ruhunu öldürür. Təkcə səni deyil, sevdiklərini də məhv edir. Uca Rəbbimiz Azze və Cəllə mübarək kitabında buyurur ki, öz əllərinizlə özünüzü təhlükəyə atmayın. Bəqara surəsi 195-ci ayət. Habelə Resulullah sallallahu aleyhi və səlləm buyurur ki, zərər verən və zərərə səbəb olan hər şey haramdır. Hədisi Səhih Müslim rivayet etmiştir. Bilin ki, narkotik namazdan, imandan uzaqlaşdırar, sağlamlığı məhv edər, günah bataqlığına sürükləyər. Ən əsası isə axirətini təhlükəyə salar. Əziz gənc, boşluğunu zəhərlə doldurma, Allaha yaxınlaş, Qur'anla dol, ibadətlə təmizlən, səbr et, dua et, mübarizə apar və dəyərli qullardan ol. Həmçinin sonda valideynlərə çağırış etmək istəyirəm. Övladlarınızla maraqlanın, onlara qulaq verin, onlara zaman ayırın. Zəiflik anında tutacaq əlləri siz olun. Yoxsa onu bu bataqlıq tutacaq. Həmçinin hamımızın adından Allaha dua edib deyirəm ki, ey Rəbbimiz, gənclərimizi zəhərli vərdişlərdən, pis yollardan, azğınlıqdan qoru. Qəlblərimizi imanla, həyatlarımızı nurla doldur. Subhanəkəllahumma Rabbena və bihamdik. Nəşhədu ən la ilahə illə ənt. Nəstəğfiruka və nətubu ileyk.